Salam aleykum qızlar, hər vaxtınız xeyirli, bərəkətli olsun. Yeni videoma hər biriniz xoş gəlmisiniz. Bugünkü videom çoxlu biş-düşlü video olacaq. Özümə söz vermişdim ki, videolar çəkməyəcəm, amma yenə də alınmır. Nəsə bir iş gördükcə video çəkirəm və mənim tənbəl halımla videolar yenə yığılır hamısı bir-birinin üstünə. Ona görə də onları ayrı-ayrı günlərdən montaj edib bir yerə yığmaq mənə çox çətin gəlir. Amma yenə də dedim ki, heyfdə o qədər video çəkmişəm. Yəni siz bilsəz hələ mən nə qədər video silmişəm qızlar, nə qədər alış-veriş videosu silmişəm. Çünki həmin vaxt aldığım zamanlardan artıq bu vaxta ola bilsin hansılardasa qiymət dəyişikliyi olsun. Ona görə düşündüm ki, çox alış-veriş videosunu saxlamayım. Deyim sizə hardasa 3-4 dənə alış-veriş videosunu mən silmişəm, təsəvvür eləyin. Çünki çox tənbəlləşmişəm. Bilmirəm bu üstümdə nədirsə yaz gəlib. Cəmaata enerji gəlir, məndə amma əksinə olub, yaz gələndən nəsə tənbəllik basıb canıma. Onsuz da tənbəl idim, o ayrı, amma ki ürəyimdə o qədər istəyirəm videonu montaj eləyim. Yəni hər gün olmasa da istəyirəm ki, həftədə heç olmasa 2 dəfə video buraxım. Videolarım da var, amma ki onları oturub montaj etmək beynimə gələndə inarsınız, başımdan elə bir tüstü çıxır. Çox çətin gəlir mənə bu montaj prosesi. Əslində yəni belə vaxtım da olur, amma ki sırf oturum o videoları montaj edim deyəndə bilmirəm mənə nəsə üstümə nəsə ağırlıq çökür və onu elə uzadıram günü-gündən, elə gəlir çıxır hardasa 2 həftədən bir mən video paylaşıram. Qızlar da haqlı olaraq narazılıq bildirirlər ki, mən çox gec paylaşıram. Düz deyirsiniz qızlar. Yəni əvvəllər mən belə deyildim. Əvvəlki kanalımdan məni izləyən qızlar bilirlər ki, o vaxtı yəni buna baxanda mən aktiv idim. Ona görə də kanalım tez irəliləyirdi. Amma burada çox tənbəlləşmişəm, bilmirəm nədirsə. Mənim ümumiyyətlə ən aktiv vaxtlarım həmişə qışda olur. Fevral aylarında, yanvar-fevral ayında mən daha aktiv oluram. Amma indi bilmirəm nədirsə, nə məsələdirsə. Axır dedim yox, yəni bütün bu yığdıqlarımı hamısını toplayım bir yerə. Bundan bir video düzəldim ki, yenə bu çəkdiyim bütün videolar azalsın. Burada da gördüyünüz kimi qoğaldır. Qoğal yəni bişirməsini ən sevmədiyim şirniyyatdır. Çünki çox yer batır, çox qab batır. Amma evdəkilər istəyirdilər. Dedim, neysə, qoy bişirim. Yarısı duzlu qoğal idi, yarısı şirin qozlu qoğal. Amma bu resepti bəyənmədim. Qızlar, mən bu resepti internetdən götürmüşdüm. Özdəki necə var, yəni birəbir reseptdəki kimi eləmişdim. Həmişə ümumiyyətlə mən nə vaxtsa reseptdəki kimi nəyisə eləyəndə məndə fikir verirəm ki, həmin şirniyyat yaxşı alınmır. Amma o ki, mən orada özümdən nəsə əlavə edirəm və yaxud özüm bildiyim kimi nəyisə eləyəndə, niyəsə o şirniyyatlar məndə yaxşı çıxır. Amma bu qoğalları mən elə də bəyənmədim. Çünki belə layları bilinsə də özləri sanki belə bulku kimi alınmışdı. Yəni xırçıltılı olmamışdı. Amma şirin qoğallar daha yaxşı, yumşaq olmuşdu. Amma duzlu qoğallara baxanda duzlular sanki belə çox sərt almışdı, bilmirəm nədənsə. Halbuki eyni xəmir idi ikisi də. Nəysə qızlar, qoğal haqqında çox danışmayım. İstəyirəm ki, bütün bu videoların hamısını bitirim, telefonumda yığılan, yəni indi kimi çəkdiklərimin hamısını bitirim. Sonra bir gün mətbəx videosu çəkmək istəyirəm. Mətbəxdə düzən falan, yəni mebellərin içində nəyi necə yığmışam. İstəyirəm mətbəxdə bir dənə reviziya aparım. Hansı qablar mənə lazımdır, hansı lazım deyil, hansılar artıq yəni istifadəyə yararsızdır, onları aradan çıxardım. Əslində çoxdan bunu eləmək istəyirəm, amma sadəcə videoya görə saxlamışam ki, eləyərəm, videoya da çəkərəm. Ona görə çox istəmirəm uzansın bu proses. Bütün bunları bitirim. Bu video çox biş-düşlüdür. Arada bir dənə alış-verişdir. Qalan demək olar hamısı belə şirniyyat filandır. O alış-verişdə aldığım şeyləri də inşallah gələn videoda mən sizə onu necə düzənlədiyimi falan göstərəcəm. O çanağın ətrafında necə o düzənlədiyimi, misal üçün dipçək almışam orada, gülün yerin dəyişməyi, Temu sifarişlərim var. İnşallah gələn videoda onları sizinlə bölüşəcəm. Bəlkə sizə də orada maraqlı nəsə olar. Onların arasında siz də baxarsınız, siz də faydalanarsınız inşallah. Ümid edirəm bu vlog sizi çox sıxmaz qızlar. Çünki mən özüm biraz çox biş-düş olanda videonun içində özüm şəxsən sıxılıram. Amma yəni heyfim gəlir bunların hamısını silməyə. Dedim, eyb yoxdur. Yəni heç olmadansa video olsun, yenə də kanal boş qalmasın. Çünki çox ara verəndə YouTube məni çox arxaya atır. Ona görə də bunları bitirəndən sonra çalışacağım yenə də Yenə söz vermirəm, amma çalışacağım real gündən sizə video paylaşım. Çünki elə videonu mənim üçün montaj etmək daha asandır.
Nəinki belə fərqli günlərdən yığılan videoları bir yerə yığmaq. Ona görə qızlar, bu videoda məni yola verin. İnşallah çalışacağım növbəti videolarda daha maraqlı bir şeylər ortaya çıxardım. Burada da ki, görürsünüz ki, danışmağımla əl hərəkətlərim bir-birinin üstünə düşmür. Çünki burada ayrıca bir video kimi nəzərdə tutmuşdum. Yəni danışa-danışa çəkmişdim. Amma sonradan düşündüm ki, çox uzun olmasın deyə video üstdən səs yazım. Ona görə belə ola bilsin uyğunsuzluqlar ola bilər. Kiçik alışveriş paylaşıram sizə. Səhər-səhər uşağı məktəbə yola saldım. Oradan döndüm marketə, həmişə kimi göyə çörək alacaqdım. Aldım 3 dənə, burada xərək çörəyi var. Yəni ləzgi çörəyi. Bunun biri 65 qəpik idi. Sonra belə göyərti aldım. 2 dənə burada kök aldım. Nar sala bilmək istəyirəm. Bir də burada nar var. Narın da kilosu 3.40'dır. Mən 2 manat 42 qəpiklik aldım. Dedim bu sezonu qutarır. Nə qədər sezon bitməmiş alım. Axırıncı dəfə də olsa hazırlayım. Sonra bir mayonez. Mayonez 1 manat 75 qəpik. Deməli Galina Blanca firmasının adı dəyişilib, olub Daşıraq. Özüm təəccübləndim çünki uzun vaxt idi Galina Blanca'nın bulyonlarını tapa bilmirdim. Mən Maggi almıram, Maggi boykot olduğundan almıram. Ancaq Galina Blanca alırdım, onu da tapa bilmədim. Amma sonra baxdım ki, yəni eyni qablaşdırma falan, amma ad dəyişilib, olub Daşıraq. Bilmirəm, eyb yox. Belə Gribnoy göbələkli bulyon aldım. Maraqlı gəldi mənə dadı. Bunu 1 manata götürdüm. Bu da məni təəccübləndirdi. Yeni çıxıb deyəsən. İlğim ümumiyyətlə yaxşı firmadır. Yəni bilirsiniz, bir ara onu çox tərifləyirdilər. Yəni belə deyilənə görə indi Allah bilir doğrusunu, belə yəni halal firmadır. Hər bir şey halaldır falan. Ümumiyyətlə məhsulları da, əviyyatları da yaxşı olur həmişə. Onun belə bulyonları çıxıb. Bunun mal ətinə olanı var idi, toyuq ətinə olanı vardı. Yəni toyuqludur. Mən toyuqlusunu götürdüm. Qiymət də çox sərfəlidir qızlar. 75 qəpik idi. Yox, 75 yox, bir dəqiqə. Hə, 74 də, 74 qəpik. İndi deyəcəksiniz ziyandır filandır, onu bilirəm, amma çox istifadə eləmirəm. Mən bunu bir paçka alanda, məndə birsinə qədər gedir, bu yəni xeyli gedir. Yeməklərdə çox qatmıram, uzaqbaşı bir çay qaşığı falan böyük bir qazana əlavə edə bilərəm. Yəni sırf belə dad vermək üçün. Mən yəni çox istifadə eləmirəm də, dəhşət istifadə eləyən deyiləm. İndi qeyri-qida. Qızlara həmişə maraqlı olur, məndə qeyri-qidada aldığım şeylər. Bunları göstərim sizə. Bir dənə belə qulaq çöpü götürdüm. Bu 89 qəpik idi. 200 dənə içində məncə yaxşıdır. Belə pambıqlarına baxdım, gördüm, yəni pis deyil, qalındır. Məncə sərfəlidir. Sonra bunu lap yaxşı qiymətə aldım. 1 manat 50 qəpiyə. Adətən bunun bir dənəsini 1 manata alırdım. Yəni biri var, özünün plastiki də olan, yəni qulpu olan, o 1.20-dir, 1.10-dur, o heç. Amma belə bunun bir ara belə təkini satırlar 99 qəpiyə də 1 manata. Amma bunun ikisi belə 1.50-yə düşünürəm ki, çox super qiymətdir. Ona görə bunu aldım ki, atım evdə olsun. Sonra belə tava qapağı aldım. Mənim tavamın qapağı artıq neçə vaxt idi ki, paslanmışdı, yəni laxlayırdı. Bunun ucuzları da var idi, 1 manatı olan, nə bilim 90 qəpik olan da vardı, amma onun bu hissəsi xoşuma gəlmirdi. Bunu gördüm ki, nəsə belə möhkəmdir, yaxşıdır. Yəni üstü də bunun elə bir silikonlu kimidir də, isinməz eləməz, yaxşı olar yəqin ki. 1 manat 70 qəpikdir. Belə bir qapaq üçün qulp. Bundan aldım. Belə şey əslində mən xoşlamıram, amma bunu sonra deyəcəm sizə nəyə görə almışam. Sırf sabun üçün almışam, Xaziyyəsinin sabun üçün. İnşallah gələcəkdə meyvələri, tərəvəzləri yumaq istəyirəm. Çünki bu pestisid söhbətləri artıq da bezdirib bizi. O qədər mənfi informasiya var ki, internetdə. Bilmirsən artıq nəyə inanasan. Ona görə düşündüm ki, yenə də nə qədər də olsa yusam daha yaxşıdır. Çünki doğrudan da bu dəqiqə adi kənd cəmiyyəti də hər şeyi dərmanlayır. Ona görə düşünürəm ki, 72% sabunu yusam yaxşı olar, amma tikə olanla da, tikə 72%-nə. Bunu da onun üçün aldım. İndi görün buna bir yaxşı bir yer tapsam, onun içində sabun saxlayacağım. Qiyməti 1 manat 15 qəpikdir. Yəni içində süngər də var idi. 2 dənə belə batareyka aldım 44 qəpiyə pul üçün. Bunlar qədimi daraqlar. Atam belə darağı olur demiş. 15 qəpiyə bundan aldım, maraqlı gəldi. Bir də axır ki mən dipçək aldım. 2 ilə yaxındır ki, kənddən özümə aloe gülü gətirmişdim. Görmüsünüz bəlkə videolarımda. Onun neçə vaxt ki, inanırsınız elə 2 ilə də yaxındır ki, mən onun dipçəyini dəyişmək istəyirəm. Heç cür belə yadıma düşmür də onu dəyişmək. O yazıq da elə yəni yaşayır da. Artıq gördüm böyümək istəyir, boyatmaq istəyir. Dedim yox, artıq vaxtıdır. Amma dipçəyə mənim nəsə belə əlim gəlmir də pul verməyə. Baxıram ki, qiymətlərə da baxıram, görüm necə bahadır da. Bunu amma getdim bu hipermarketdə tapdım. Yəqin ola bilsin İranın da ona görə ucuzdur. Yəni ölçüsünə görə, hə İranındır. Ölçüsünə görə qiyməti yaxşıdır. 2 manat 19 qəpikdir bu boydası. Baxın, görün nə boydadır. Qiymət də çox yaxşıdır. Çünki belə düzdür, olan görüntüsü də fərqlidir, daha belə modern falan da. Amma belə düşünürəm ki, ağ dipçək də fərqi nədir ki? İndi inşallah həmin aloyeni Allahın iznlə şey eləyəcəm, yerini dəyişəcəm. Özüm elə bir dəfəlik böyük qab götürdüm ki, qoy elə daha böyüyürsə elə qoy böyüsün. İnşallah ki, yerini dəyişdiyimə görə çürüməz gül.
Yox, bu da yəni sonuncu aldığım indi. Ha, yox, bir dənə şey qalıb dostlarım. Bu da elə həmişə aldığımdan. Mənim mətbəxim balaca olduğu üçün mən bunlardan çox alıram. Yəni əlimə düşdükcə, imkan düşdükcə bunlardan alıram çünki çox əlimdən tutur bunları. Hə, yəni bu düzənləyicilər mənim əlimdən çox tutur. Yəni çox yerdə demək olar ki, şkaflarımda bundan mən istifadə edirəm. 4 manat 30 qəpiyə aldım. Bu dəfə ağ rəngini götürdüm. Belə inşallah indi baxacağam. Bir-iki dənə beynimdə fikir var. Onlar alınsa bundan düzənləmək istəyirəm. Belə həvəsim olsa çəkərəm, göstərirəm sizə də. Yəni siz də istəsəz götürə bilərsiniz. Bunlar başqa yerdə adətən baha olur, amma bu sırf İranın düzənləyiciləri çox superdir. Yəni qiymətləri də məncə yaxşıdır. 4 manat 30 qəpik. Bütün bu məhsulların hamısını hipermarketdən almışam. Ümumi də bunların hamısına deməli məndə çıxdı 22-23 manat arası. Yəni o civarda. Siz də müqayisə eləyin öz zonanızda olan marketlərlə. Yəni baxın qiymətlər harda daha sərfəlidir. Amma ümumiyyətlə yəni hipermarket yaxşı marketdir. Düşünürəm çox adam artıq onu tanıyır. Hətta Bakıdan, yəni Xırdalandan da gələnlər var, orada alış-veriş edənlər var. Belə bu qədər qızlar alış-verişdən. Baxın bunun qulpunu dəyişmək istəyirəm. Görürsünüz necə paslanır edir artıq. Laxlayır şurubu. Baxın görün nə gündədir bu. Bütün şurup da paslanıb hamısı. Tostoranı vermişəm qızıma ki kalori falan tostoranlasın. Yavaş-yavaş işə öyrədirəm. Amma görüntüsü qəşəngdir. Hələ ki yaxşı kipdindir. Görək də nə qədər uzun ömürlü olacaq. Yəni bunun öz içi paslanmasa, düşünürəm ki, belə şey dəyişmək olar da, tapmaq olar. Amma bu görün artıq nə gündə idi. Buna baxın. Özü dağılmış deyir, yəni pis gün deyil bunun için. Bu belə. Xoşuma gəldi rəngi, qəşəngdir. Bunu əziz satçılar, əgər aranızda marketdə işləyən qızlar varsa, bunu artıq dərəcədə sizdən xahiş edirəm. Belə qiymətləri altına yapışdırın. Hər hansı bir şey nə olur olsun çalışın yəni altına. Düz bilirəm, başa düşürəm siz bunu niyə belə edirsiniz. Bəzi çünki alıcılar baxmırlar. Yəni baxmadan gəlirlər qiymət soruşurlar. Altına ağıllarına gəlmir ki, altına baxmaq lazımdır. Amma yenə də yəni bu zülmdür də, inanırsınız bunu qopartmaq. Deyə qaldı. Yəni bunu təzədən sonra yağla qopart, nə bilim isit, nə bilim neynə, həngamədir. Ona görə qəşəng qızlar, bunu çalışın belə görünən yerlərə yapışdırmayın. Görürsünüz, istehsalçının özü bunu altına yapışdırır. Amma istehsalçının özünün görünən yaxşı qopur. Öz nakolkalar. Amma bu bizim bu qiymət şeyləri, kağızları zülümlə qopur da, zülümlə. Neyse, bunu da yuyacam, eləyəcəm. Sonra baxaram, bir yerdə bəlkə şeyləri dəyişərik. Bitkilərdən heç başım çıxmır. Yəni sıfıram da o sahədə. Artıq bilmirəm, indi düz eləyəcəm, səhv eləyəcəm, siz yazarsınız mənə. Deməli, plov pişirmək istəyirəm. Yaşıl mərciməklə olan. Birinci düyünü süzdüm. Sadəcə belə dibində kartofla eləmək istədim. Ondan sonra yadıma düşdü ki, məndə buzluqda belə mərcimək var. Özdə bu yerli mərciməkdir. Bilirsiniz, bundan biri var iri forması. Bu xırdadır, misal üçün, burada indi bilinmir. Məndə buzluqda idi, qoymuşam da onu açılsın. Onun iri forması ucuzdur. Adətən mən həmişə onu alırdım. Sadəcə bu dəfə bunu gördüm. Bu 2 neçə idi? 3 manata yaxın idi qiyməti. Soruşdum, dedi yerlidir. Mən də yerli, ümumiyyətlə bizdə belə yəni lobyalı məhsullar, düyü falan bizdə yerli yaxşı olur. Ona görə dedim ki, yəni bundan alım bu dəfə. Amma güclü bir fərq görmədim. Yəni ha irisi, ha xırdası eyni şey idi. Yəni əlavə pul verməyə dəyməzdi. Nəysə, indi bundan düyünü qarışdıracağam. Dibinə də kartofları baxın belə qoydum. Amma yəni ilk öncə mən qızardıram. Kartofları yaxşı o tərəf qızardıram. Qalın-qalın doğrayıram biraz. Burada da bilirsiniz, biri var tam ancaq dibinə düzünür. Amma bizim evdə kartof manyakı yaşayır. Ona görə də o kartof bizə sadəcə bəs etməyəcəkdi. Yəni hamısını qızım yeyib qalacaqdı. Ona görə mən belə baxın çox elədim. Belə tikələr alındı ona görə. Yəni hamısı hamısı belə qızardanda bunun pişməmə artıq ehtimalı olmur da. Yəni tam bişir. Belə möhürləyib sanki kartofu. Artıq sonra üstünə düyünü qat-qatla lay-lay və yaxud qarışdırıb mərciməklə bir yerdə qoyacam bəmlənsin. Kartoflar hamısı qəşəng qızardı. Burada istiot da qatmışam, qara istiot, sarı kökdə, bir də duz. Yəni demək olar qızartmışam da.
Elə möhürlənəndə həm də kartof çox dağılmır. Yəni o dəmə ki qoyanda bir var kartofla belə püre kimi olur, amma belə qoyanda belə xırçıltılı olur, dadı qəşəng olur. Ümumiyyətlə bu plovu bizdə yaxşı yeyirlər. Bizdə uşaqlar şirin plovu o qədər yemirlər. Məsəl üçün aşqaranla eləyəndə sevmirlər, amma mən aşqaranı çox xoşlayıram, şirin plovu mən xoşlayıram. Uşaqlar amma yemirlər. Amma belə eləyəndə məsəl üçün mərciməklə və yaxud da sadəcə kartofla bunu tez-tez edirəm, onu yaxşı yeyirlər. Qapağın arasına heç nə qoymuram. Nə dəsmal, nə salfet, heç bir şey. Ara-ara gəlirəm, misal üçün burada buxar yığılanda qapağında. Tökürəm buxarının suyunu, tezdən qoyuram. Elə qəşəng olur. Yəni ehtiyac yoxdur heç nə qoymağa. Qoydum bunu yavaş-yavaş dəmlənsin. Mən də buraları təmizləyəcəm. Bir də çıxan qabları yuyacağam. Baxın nə gətirmişəm bura. Balkondakı qozları. Axır dedim, yox bunun hamısını oturub mən bir gün gərək qıram. Yoxsa az-az hər dəfə qırıram. Sonra nəsə bişirmək istəyirəm. Baxıram ki, əlimin altında hazır ləpə yoxdur. Ona görə artıq bunların hamısını çıxartdım. Dedim, ölməkdir, xırıldamaq nə deməkdir. Bir dəfəlik oturum birinci qozları qırım. Qozlar da ki, bu ilki qozlarımız bizim heç yaxşı olmadı. Yəni burada belə çox olmağına baxmayın. Qızlar 10 qozdan 8-i xarab çıxır burada. Bilmirəm nə oldusa, bunlar tez yığıldı, yoxsa normal qurudulmadı. Axır nə oldusa, yəni bu il biraz belə tələm-tələsiyə düşdük biz qoz sezonunda. Ona görə qozlar heç yaxşı deyil. Yəni bundan hardasa bunun bir 20-15% ya yaxşı çıxacaq ya yox. Ona görə də artıq başlayım yerə bunu təmizləməyə. Of, gözümə durub inanırsınız. Hardasa 2 kiloya yaxında fındıq qalıb. Fındıqlar yenə qoza baxanda biraz qeyrətli çıxdı bu il, amma qozlar bərbaddır bu ilki qozlar. Nəysə, artıq oturacam bunları təmizləyəcəm. Məni təbrik edə bilərsiniz. Baxın nə qədər qoz sındırdım. Maşallah, yəni heç bunu gözləmirdim, düzü. Burada hardasa, deməli çəkməmişəm, amma hardasa yəqin 3-4 kilo ləpə olar. Amma bir xeyli də qabıq çıxdı. Yerdəki görün nə günü qalıb, hər tərəf nə gündədir. Yəni qoz təmizləyəndə həmişə belə olur. Şükür Allaha ki, hamısını təmizlədim. Bir xeyli də xarab çıxdı. Yəni dediyim kimi bu qabı da boşaltdım. Bu da inşallah ki, gələn il üçün qoz olanda onda əslində bu qozlar, yəni siz mənim kənd videomda baxsınız, orada var da, yəni məhəlləmizdə arxın yanında ağaclardır. Onlar bizim ağaclarımızdır. Yayda nə qədər ki qozlar yaşlı idi, onların hamısının içi dolu idi. Mən orada nə qədər dərirdim, yeyirdim. O qədər dadlı idi ki. Yəni həm də bu il çox idi də qoz. Dedik, da daha bizim nə qədər qozumuz olacaq. Amma bilmirəm, qoz tökülən vaxtda havalar sərin keçdi. Mama bunları yaxşı qurda bilmədi. Yəni mama tək qaldı, biz gəldik, o qalmışdı da. Yəni bunları yaxşı qurda bilmədi, yaxşı gün dəymədi, ya nədirsə, əksəriyyəti sanki içində qurumuşdu, ləpələri kiflənmişdi hamısının. Yəni buna da şükür, min şükür. Yəni mən gedib buna pul vermirəm. Bu da yəni Allahın bir bərəkəti, nemətidir bizə ki, oradan bizim öz ağaclarımız var. Yəni biz bunu da yığa bilirik. Burada da xəmir, mən həmişə deyirəm ki, məndə bu sxanada şəkərbura xəmiri olur. Çıxartmışam biraz, burada az çıxartmışam. Çünki demək olar məndən geri heç yemir. Burada da mənim ləpəm qalmışdı. Hazır şəkər tozundan qarışdırılmış. İndi ona uyğun da kündə çıxartmışam. Buzluqda hələ də qalıb. İndi özüm üçün hardasa burada 9 dənədir. 9 dənə şəkər bura bişirəcəm çayını içməyə. Fındıq düşündüyümdən az qalıbmış məndə. Burada hardasa 1 kilo fındıq ya var, ya yox. Baxın. Bunların da yəni deyim ki, hamısının içi doludur, belə super fındıqlar da yox. Yəni bu da bağımızın fındığıdır. Bizim ümumiyyətlə kənddəki sırf bizim bağ olan yer, torpağı o qədər də bərəkətli deyil də. Yəni bilirsiniz, gilli torpaqdır, bərk torpaqdır. Orada hələmələm bir şey bitmir də. Yəni bitən şeylər də belə o qədər də yaxşı bitmir, amma yenə də əlhəmdülillah, yəni naşükürlük eləmirəm. Buna da min şükür olsun. Camaat gedir, yəni bunun 1 kilosunu hardasa 20 manatdan, 15 manatdan alır. Yəni buna da şükür edirəm. İndi qaldı bunları təmizləmək. Всё. Mən şəkər buraları da qurtardım. Bunları saxlayacağım, biraz qurusun. Biraz quruyanda naxışları itmir. Yaxşı qalır bəzəkləri.
Şimdi buranı da yığışdıracağım. Bilirsiniz, xəmirlər sanki buzluqda qalandan sonra biraz yumşalmışdı. Halbuki mən xəmiri bərk yoğurmuşdum. Amma eyb yox, biraz unla falan düzəltdim. Kündələri necə uyğun çıxartmışamsa sayını, görün necə birə-bir demək olar ki, bitdi hamısı. Qoz ləpəsi qurtardı. Daha doğrusu da içliyi qurtardı məndə. Bu da belə. İndi sobanı qoşacağım qızmağa. Burada da əlaçıya baxıram. ITV-dən. Daha doğrusu YouTube-dan baxıram. Им нужно свое одобрение. А кошки, они дают нам иллюзию идеальной жизни. Представьте себе человека. Самого Şəkər buraları biraz ötürmüşəm. Düzdür, özüm həmişə üstün qızardıram. Mən qırmızı olanda xoşlayıram. Ağ meyit kimi xoşlamıram şəkər buranı. Bunlar biraz lap çox ötdü. она садится к вам на колени не потому, Əsas o da yanmadı. а потому что она выбрала это сделать. И наш мозг считывает это. Paketə qoydum ki, qurumasınlar. Baxın qızlar, bu qədər ləpəm alındı. Bütün demək olar yarısından çoxunu qovurdum. Ona görə baxın, bunun rəngi açıqdır. Bunu çox qovurmadım. Çox az qovurdum. Bunu isə çox qovurmuşam. Yəni bu şirniyyat üçün, paxlava olar, şəkər bura, qoğal, nə olursa, bunu da saxladım ləvəngi üçün. Buzluğa isə bunların içində atacağım. Yadınıza gəlir, bunu sizə videoların birində göstərmişdim ki, bunlardan pis iyi gəlir. Mən bunları açıq saxladım. İndi baxıram ki, demək olar ki, iyi qalmayıb. Çox cüzi bir iyi var. Amma yəni o əvvəlkindən əsər əlamət qalmayıb. Onu da bilirsiz mən nə ilə əlaqələndirdim. Ola bilsin bu hansı ki ana paketi var ya, bunların öz yəni bağlaması. Ola bilsin onun ağzın zavodda ya fabrikdə indi harda istəsən olsa, onu belə kleyləyəndə ya bağlayanda həmin o ki yanır, yapışır bir-birinə. Ola bilsin onun iyi bunlara keçir. Yəni başqa çünki mən anlam verə bilmirəm. Bu çünki qida üçün nəzərdə tutulub. İndi baxıram. Yəni elə də iyi yoxdur, amma yenə də məsləhət görmürəm almağa. Cüzi çox belə cüzi bir iyi var. O da düşünürəm ki, yəqin buzxanada elə də ölü zona sayılır da buzxana. Orada yəni elə bir şey olmaz məncə. Belə çünki istifadə etmək istəyirəm, keyfim gəlir bunlara. İndi bunların içinə yığacağam. Belə qızlar, artıq paketlədim hamısını. Qabın içində olanda çox görsənirdi. İndi oldu bir damcı əlimin altını nə vaxt istəsəm. Hazır ləpədir. Bu ləvəngi üçün saxladığım. Bu da yenə şirniyyatlar üçün. Buzluqda qalanda heç nə olmur. Amma kənarda saxlasam qorxuram ki, kiflənə bilər.